Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in. Selamun aleyküm ve rahmetullah. Bütün əzizlərimi bu gözəl günlərdə və bu gözəl məkandan salamlayıram. Hər birinizə duaçıyam. Allah Teala sizlərə də İmam Rıza əleyhissalamın ziyarətini nəsib eləsin. Bu gözəl günlərdə etdiyiniz ibadətləri ali dərəcədə qəbul etsin. Bizim etiqadımız budur ki, biz Allahın ədalətli olmağını qəbul edirik. Biz deyirik, Allah ədalətlidir, heç kimə zülm eləməz. Bəzən bu sualın müqabilində bir sual yaranır. Əgər Allah Teala ədalətlidirsə, nəyə görə bəlaları insanlara göndərir? Nəyə görə insanlar Allah tərəfindən əzab olunur? Əgər diqqət eləsək, insana bəlanın göndərməyi, insanın əzab olunmağı da elə Allahın ədalətinə qayıdır. İstəyirəm bu barədə Qur'an-ı Kərimin ayəsini, Muhammed Salavatullah surəsini diqqətinizə çatdırım. Allah Teala bu surədə 31-ci ayəsində buyurur: Əuzu billahi mineşşeytanirracim. Və lenəbluvennekum hatta na'lemul mücahidin minkum ve's-sabirin və nəbluve əxbarakum. Allah Teala sizləri imtihan eləyir. İmtihan eləyir ki, bilsin sizin aranızda olan o mücahidlər və səbirlilər kimlərdir? Bizim zərfiyyətimizi yoxlayır və o bəlanın bizə gəlməyi Allahın bizim üçün bir imtihanıdır. Allah Teala onun vasitəsilə bizi imtihan eləyir ki, ya o imtihan bəlanı ki göndərir, o imtihanla bəladan uzaqlaşırıq, imtihandan yaxşı keçirik, ya da ki yox, imtihandan keçə bilmirik. Bu səbəb olur ki, Allahın bəlası bizim halımıza şamil olsun. Bu Qur'an-ı Kərimin bir çox ayələrində bizə rastlaşan ayələrdən və mövzulardandır ki, Allah Teala buyurur, insana göndərdiyim o bəlanın fəlsəfəsi, izahı budur ki, mən insanları bu bəla ilə imtihan eləyim. Yoxlayım, hələ görüm kim nə reaksiya verəcək, kim bu bəlanın müqabilində hansı rəftarı edəcək, bu bəlanın qabağında necə davranacaq. Allah dostları, Allah bəndələri, Allah istəyən salih insanlar o şəxslərdirlər ki, onlara bəla da üst tutanda deyərlər ki, Allah Teala bizim sahibimizdir. Bizim sahibimiz bizə bəla da göndərsə rəhmətdir, rəhmət də göndərsə rəhmətdir. Hər bir şeyi Allahdan bilib, Allahdan qəbul eləyənlər olur Allahın salih bəndələri. Bu barədə bizim İmam Əli əleyhissalamdan hədisimiz də var. Həzrət buyurur ki, Qalə Ali əleyhissalam, Leysə əhədun illə və huvə müştəmilun alə fitnə. Allah Teala elə bir şəxs yoxdur ki, ona bəla göndərməsin. Qeyd etdim, bəzən o bəla, o çətinlik insanın günahlarının kəffarəsi olur. Bəzən o çətinlik insanın məqamının ucalması üçün olur. Hər dəfə bir mövzu üçündür. Allah Teala insanların hamısına bu bəlanı göndərməklə hər bir dəstəni bir cür imtihan eləyir. Bunu biz dərk eləməliyik ki, Allahın göndərdiyi bütün bu imtihanlar, bütün bu bəlalar imtihandır. Biz bu imtihanlardan uzaq çıxmalıyıq. Siz əzizlərimi Allaha tapşırıram. İnşallah gələn verilişlərdə digər mövzularla sizlərin xidmətində olarıq. Sağ olun, Allah amanında. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.